Bir filosof deyirdi ki, modernizm odur ki, sən müəllimlərin dilində danışmırsan. Artıq öz çağının dilində danışırsan. Sənin müəllimin səndən qabaqdır axı. Ona görə hər çağda deyir ki, modernist ola bilərik. Yəni keçmişi silmək, keçmişi tamamilə silmək. Bu kimdən başladı? Bu Descartes belə istəməsə belə, René Descartes-dan başladı. René Descartes özündən öncəki bütün fəlsəfədə problem gördü və dedi ki, mən fəlsəfəni sıfırdan başladacağam. Ona görə Renesansı kimdən başladılar? René Descartes-dan. René Descartes artıq yeni metod, yeni bir sistem gətirməyə çalışdı və Renesans buradan başladı. Elm mərkəzdə oldu. Elm bizi qurtaracaq dedilər. Amma postmodernistlər bunu tənqid edirlər. Niyə? Çünki gördülər ki, Birinci Dünya müharibəsi baş verdi, İkinci Dünya müharibəsi baş verdi, müəyyən sistemlər dağıldı, elmin bəzi fəlakətlərə gətirib çıxartdı və postmodernistlər gördülər ki, artıq elm bizi qurtuluşa aparmır, daha da məhvə sürükləyir. Postmodernistlər nə etdilər? Gətirdilər, mərkəzi ortadan götürdülər. Artıq mərkəzçilik var idi də, modernizmdə, teosentrizmdə və yaxud təbiət mərkəzçilikdə bir mərkəz var idi. Məsud ya tanrı idi, ya elm idi. Amma postmodernizmdə tamamilə mərkəz anlayışı qalxdı.